Bu fotonu yenə də göstərməyi özümə borc bilirəm. Niyə görə? Demək, insanlar, tutaq vətəndaşam da, öz mənzilimdə mən yaşayıram və mənzilimdəyəm. Tutaq axşam, ya axşama doğru, ya günorta mənzilimdəyəm, öz evimdəyəm. Öz evimdə rahatam, işdən gəlmişəm, işə gedəcəm, ya axşama yemək hazırlayıram. Bəli, bizdə belədir də, heç kimə demədən, əgər o evlər söküləcəksə, o mənzillər söküləcəksə, uzağı bir dəfə xəbərdarlıq edilir və vətəndaş evindədir. Qeydiyyatda olduğu özəl evidir, özəlləşdirib, pul ödəyib, özəl evidir, gəlirlər o mənzilləri, o evləri, binanı ümumiyyətlə sökürlər. Bu hadisə, mütəmadi bunlar baş verir də. Hər gün biz oxuyuruq ki, hansısa ünvanda, bu yaxınlarda Yasamal rayonunda hadisə baş verdi, Xətai rayonunda baş verdi, Səbail rayonunda baş verdi, indi Nəsim rayonunda hadisə baş verib. Demək, Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evlər sökülüb. Axar nöqtəsi xəbər verir ki, binadan 80-dən çox ailə köçürülüb. 2 ev isə qalıb. O ailələr bilirsiniz necə köçürülüb? Ailələri o qədər bezdiriblər ki, işıq xətlərini kəsiblər, qaz xətlərini kəsiblər, su xətlərini kəsiblər, hay-küy, kran işləyir. Digər təzyiqlər olandan sonra insanlar, vətəndaşlar məcbur olub o evdən köçüblər, mənzillərdən. Bəli, məsələ ilə bağlı Nəsim rayon icra hakimiyyətindən bildirilib ki, sözü gedən ünvanda park salınacaq. Özlərini sığortalayırlar. Yəni bu park yuxarıdan göstəriş verilib, park salınacaq. Əgər yazınızda saxlayın ki, hörmətli Nəsim rayonu icra hakimiyyəti, digər səlahiyyəti olan insanlar, əgər o doğrudan da dövlət tərəfindən nəzərdə tutulub ki, orada park salınacaq, dövlət büdcəsindən 3 qat pul ödənilir də o vətəndaşlara. O pullar o vətəndaşlara gələnə qədər yarısından yarısı qalır. Ödəyin də vətəndaşın pulunu da demək, gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq və onların pulu ödəniləcək. Ya 1500 veriləcək, ya 1200. Şirkət alır, məsəl üçün evi insanlardan 1500-dən, 2000-dən, heç 2000 də az hallarda olur da. Sonra orada bina tikir, evlər tikir. Bir mənzili, bir kvadratını əgər bu vətəndaşdan 1200-ə, 1500-ə alıbsa, onu təsəvvürə gətirin, mərkəzdə mən tanıdığım yerlər var ki, 20.000-ə, 30.000-ə bir kvadratı. Halbuki vətəndaşa öz şəxsi mənzilinə görə, bir kvadrata görə 1500 pul ödəyiblər. Etməyin bunları.